Hayatımızda bizle çok möhkəm bağlantısı olan bir məqam var, o da ki, namazdır, hər bir müsəlman namazı. Əslində, namazı biz necə qılırıq və bizdən öncəki kişilər namazı necə qılardılar? Görək bizim namazlarımız eynidirmi? Abid zahidlərdən, sələflərdən Hatim el-Assam rahimehullah bir dəfə maraq üçün soruşdular ki, keyfə tusalli? Namazı necə qılırsan? Baxın qardaşlar, namazı necə vəsf edir? Deyir, mən namaz qılmamışdan öncə gözəl bir şəkildə dəstəmaz alıram. Və sonra namaz qılacağım yerə gəlib orada sadəcə olaraq otururam. Fikir verdiniz, namaz əlin başlamayıb. Namaz qılacağım yerə gəlib orada sadəcə olaraq oturaram. Hətta tectəmiə cəvarihi. Orada oturam ta ki bütün üzvlərim, yəni bədən üzvlərim, yəni bir araya gələnə kimi. Baxın, o oturma məqamı qardaşlar, yəni demək olar ki, bizim zamanda, bizim aramızda bunu tətbiq edən demək olar ki, yoxdur. O namazdan qabaq bir mənəvi hazırlıqdır. Allah xüsus buna ehtiyac olur nafilə namazlarında. Nafilə namazlarında, təhəccüd və qiyam-ül-leyl namazlarında. Yəni o şeyi orada tətbiq eləsəz, şək yoxdur ki, fərz namazlarına da əsarət edəcəkdir. Gözəl təsiri ilə əsarət edəcəkdir. Deyir ki, fəəti ili musallaya. Gələm özüm namazgahıma, gözəl bir şəkildə dəstəmaz alandan sonra və aclisu fiyhə, hətta təctəmi iləyə və əyləşirəm orada ta ki bütün bədən üzvlərim toplanana kimi. Orada necə bir toplanma olur qardaşlar? Deməli, sükut bir şəkildə oturursan. İndi sən, bax, oturmuşsan qiblə istiqamətində, tam təharət üzərində, gözəl bir dəstəmaz almış şəkildə və daha kamildir ki, ən gözəl paltalarını geyinəsən. Liqavli Teala, xudu zinətəkum ində kulli məsəcid. Xudu zinətəkum ində kulli məscidin. Yəni, namazlara getdiyiniz zaman ən gözəl libaslarınızı götürün. Və yaxşı olar ki, gözəl bir qoxu ətriniz olsun. Sələflərdən birinə rivayət olunur ki, deyir, il ərzində pulumu topladım. Ta ki 1000 dirhəmə çatdı. Sonra 1000 dirhəmə gedib bazardan ən nəfis müskü aldım, qoxunu. Bir neçə damcı. Ən nəfis, ən bahalısı. Soruşdular ki, bunu ne üçün aldın? Deyir ki, Rəbbim üçün namazda hüzuruna çıxmaq üçün. Təsəvvür, il ərzində pul yığıb. Yəni, yığdığı məbləğ 1000 dirhəmə çatıb. Bu böyük məbləğdir da. Çox böyük məbləğ. Bir dirhəm, bir gümüşdür. 1000 dirhəm. Gedib o 1000 dirhəmə bir neçə damcı ən nəfis qoxunu alıb, ən bahalı qoxunu alıb. Ne üçün? Gecə təhəccüdə qalxanda o qoxudan sürmək üçün, saçına, başına. Vallahi onun belə təsiri var. Hətta inanırsınız, o qoxunun gözəlliyi səni gecə namazına qaldırır hərdən. Deyirsən ki, subhanallah, yəni namazı girməmişdən qabaq da orada bir gözəllik var, o qoxunu sürəcəm. Həmçinin sələflərdən gəlib ki, onlardan biri yəni il ərzində pul toplayardı və sonra gedərdi bazara və ən nəfis paltarlardan birini alardı. Çox gözəl bir paltar alardı. Soruşardılar ki, limən hədihi? Bu libas kim üçündür? Deyərdi ki, gecə Rəbbimin hüzuruna çıxmaq üçün. Gecə Rəbbimin hüzuruna çıxmaq üçün. Təəccüblənməyin, bunun əsli yəni sələflərdən gəlib. İbn-i Umara radiyallahu anhuma, Allah hər ikisindən və atasına razı olsun. Zövcəsi bir dəfə onu gecə ikən bəzənmiş, düzəlmiş görür. Yuxudan qalxanda görür ki, İbn-i Umar bəzənib. Çox gözəl kıyafətini geyinib, çox gözəl ətirlənib. Deyir, hara? Deyir, ilə liqa. Deyir, kimin görüşünə? Deyir, liqa Rabbi. Və limən təzəyyənt. Yəni, kim üçün belə bəzənmirsən? İbn-i Umar yoldaşına deyir ki, elə bir kəs üçün ki, onun üçün bəzənməyə o daha layiqlidir. Yəni, siz elə düşünürsünüz ki, insanlar ancaq sizin üçün bəzənməlidir də. Həyat yoldaşı üçün, insanlar üçün. Amma bir nəfər var ki, o mənim mucidimdir, məni yoxdan var edəndir. Mənim xaliqimdir, mənim ilahımdır, mənim Rəbbimdir, mənim xəlilimdir. Yəni, onu hamıdan çox sevirəm. Əslində, bəzənmək üçün daha layiqli olan bir kəs varsa, ən çox odur. Belə onun üçün bəzənmişəm. Bu şəkildə nə edir? Yəni, sanki qadının qəlbinə bir su sərpir ki, yəni, özvə gəl.
mən doğrudan düz yoldayam. Mən elə bir kəs üçün bəzənmişəm ki, namazda o bəzənmək üçün ən layiqdir. Amma bizdən birimiz əfsuslar olsun ki, sübh namazında məscidə görürsən ki, az qalıb pejamana gəlir. Az qalıb yəni düz deyil bu. Qardaşlar düz deyil. Niyə görə düz deyil? Birinci, Quran və sünnənin mənhəci bu deyil. Liqavli Teala Ya bəni Adəmə xuzu zinətəkum ində kulli məscid. Ey Adəmin evlatları, məscidlərə gedəndə bəzənin. Allah Subhanahu Teala Əl-A'raf surəsində Ya bəni Adəmə xuzu zinətəkum ində kulli məscid. Ey Adəmin evlatları, məscidlərə gedəndə bəzənin, zinətinizi götürün. Təfsirlərə baxın, yəni ən gözəl libasınızı geyinin. Neysə, gəldik həmin Hatib İbni Asam rahimehullah Zahidil Alimin gözəl sözlərə. Deyir ki, namaza daxil olmamışdan qabaq əvvəlcə gözəl bir şəkildə dəstəmaz alaram. Yəni kamil bir şəkildə dəstəmaz alaram və sonra namazgahıma gəlib əyləşərəm. Yəni sadəcə əyləşərəm. Hətta təctəmiə, ta ki cəm olsun məndə ə'dai, bütün üzvlərim. Burada bütün üzvləri, yəni insanda Allah Teala nə yaratıb? Birinci ruh var da, hər şeydən qabaq. Bədəndən qabaq ruh var. Ruhum, qəlbim, əqlim, şuurum, bədənim və ə'dai kulləhə. Bütün bədən üzvlərimi toplayıram. Necə toplayıram? Yəni ben bu saçça, barakallah fikri, cezakallah xeyr. Bu saçça mən ayaqüstə qalxacam. Kimin huzurunda qalxacam? Bu ruhu bu bədənin içərisinə yerləşdirən. Bu ruhu və bu bədəni yaratanın huzuruna qalxacam. Kimin huzuruna qalxacam? O kəs ki, mənim məbudumdur, ilahımdır. Məni yoxdan var edəndir. Məni yoxdan var edəndir. Məni əslə icad edəndir. Mənim xaliqimdir, xalq edənimdir. Musavvuri, mənə sürət verəndir əsla. Mənə sürəti də o verib. Raziqi, mənim ruzu verənimdir. Muhyi və mümiti, məni öldürən və dirildənimdir. Yəni elə bir kəsin huzuruna qalxacam ki, mənim əcəlim də onun əlindədir. Dünyaya gəlmə anı da, dünyadan köçmə anı da onun əlindədir. Ruzum da onun əlindədir. Əgər onu qəzəbləndirərəmsə, heç ki məni ondan qurtara bilməz. Bundan öncə qövmlər var idi, millətlər vardı ki, onu qəzəbləndirdilər. Ələm tərə keyfə fəal rabbuka bi ashabil fil. Rabbinin, ya Muhammed, fil ashabının başına nələr gətirdiyini heç görmədinmi? Bundan öncə insanlar vardı ki, Allah baxmadı onun nəsəbinə, nəcabətinə. Neynədi? وَمْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ. O da, onun həyat yoldaşı da cəhənnəmdə odun daşıyacaqlar. Kimdir? Doğmacı əmisi Peyğəmbər sallallahu aleyhi ve sellem. Allah subhanahu teala onun varına, dövlətinə, karına, nüfuzuna baxmadı. Məkkənin ən nüfuzlu kişisi. ذَرْنِي وَمَنْ خَلَقْتُ وَحِيدًا وَجَعَلْتُ لَهُ مَالًا مَمْدُودًا. Ya Muhammed, o kəsi qiyamət günü mənimlə tək görəcəksən. Onu mənimlə tək başına bıraxın. Kimdir bu? Xalid İbni Validin atası. Valid İbni Mughira. Məkkənin ən nüfuzlu insanı, ən varlı insanı. Elə bir insan ki, Abu Ləhəb, Abu Cəhil hamısı ondan ehtiyat edirdilər. Məkkənin generalı. Bütün ordular bunların əlindəydi. O وَجَعَلْتُ لَهُمْ مَالًا مَمْدُودًا. O kişi ki, Allah Teala ona o kadar mal dövlət vermişti. Onun sərvəti, onun bostanları Taif'te başlayırdı. Məkkədən 100 kilometr uzaqdan. Ta Məkkəyə kim davam edirdi? Hurma bağları, nar bağları, üzüm bağları, daha nələr. Nə qədər onun var dövləti vardı. وَجَعَلْتُ لَهُمْ مَالًا مَمْدُودًا. Övladlarını 5'ini belə düzəldi, 5'ini belə düzəldi. Hətta rivayətə görə 10'unu belə düzəldi, 10'unu belə düzəldi. 10 oğul buradan, 10 oğul buradan. Həm qızlar da vardı. Tam وَجَعَلْتُ لَهُمْ مَالًا مَمْدُودًا وَبَنِينَ شُهُودًا وَمَهَّدْتُ لَهُ تَمْهِيدًا. Yəni, mən elə bir kəsin huzuruna qalxıram ki, yəni, heç bir mal, dövlət, mə əğnə anhu məluhu və mə kəsəb, nə yığdığı, nə topladığı, nə qazandığı onu Allahın əzabından qurtara bilmədi. Elə bir kəsin huzuruna qalxıram. Namazda. يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ. O gün, yəni qiyamət günü insanlar alemlerin Rabbinin huzuruna ayaküstü kalkacaklar. يَوْمَ يَأْتِي لَا تَكَلَّمُ نَفْسٌ إِلَّا بِإِذْنِهِ فَمِنْهُمْ شَقِيٌّ سَعِيدٌ. Mən elə bir kəsin huzuruna qalxıram ki, o gün gələndə və o gün gələndə, Subhanahu Teala özü gələndə bir kəsin cingiri çıxmayacaqdır. Bir kəs danışmayacaqdır. Bu Hud surəsində. Taha surəsində فَلَا تَسْمَعُ إِلَّا هَمْسَ. O gələndə onun heybətindən, Allah Subhanahu Teala heybətindən sən səslərin tamamilə kəsilməsini görəcəksən. فَلَا تَسْمَعُ إِلَّا هَمْسَ. Yalnız nəfəs səsi eşidəcək.
Təsəvvürlə, yəni rəqəm bilinmir də, elə rəqəm yaratılmayıb. Bütün dünyaya gəlmiş və keçmiş bütün insanlar oradadır və bütün cinlər oradadır. Yəni Adəmdən bəri qiyamətə kimi dünyaya gəlmiş getmiş, hətta ölmüş, hətta yarımçı gəlmiş getmiş, hətta ana bətnində belə dünyaya gəlməmişlər, onlar da haşr olublar. Yəni insanların sayı təsəvvür olmaz bir rəqəmdədir. Allah Subhanahu taala gələndə, təcəlli eləyəndə, o dəhşətli gündə onun heybətindən fələ təsma'u illə həmsə, bir kəsin səsi çıxmayacaqdır. Yalnız nəfəs səsi gələcəkdir. Ta ki illə mən əzinə lehur-rahmanu və qalə savabə. Yalnız Rahman izin verəndən sonra indi danışa bilərsən. Gəl və danış. Ondan sonra yalnız danışacaqlar. Mən belə bir kəsin huzuruna dururam ki, qiyamət günü müminin üzərinə kənif hicabı atacaqdır. O hicab gözlə görünməyən bir şəffafdır. Onu atandan sonra Allah Teala onu danışdıracaq və onların danışığını heç kim eşitməyəcək özlərindən başqa. Allah Teala müminin bütün eyblərini, günahlarını ona göstərəcək. Və o pərt olmayacaq. Çünki onların söhbətini iki nəfərdən başqa heç kim görməyəcək. Bu məhşərdədir, qiyamət günü. Alə ruusul xalaiq. Bütün məxluqatın huzurunda. Mən elə bir kəsin huzuruna qalxıram ki, Allah Teala düşmənlərinin üzünə qiyamət günü baxmayacaq. Və onların üzərinə şəffaf olan kənif hicabını atmayacaqdır. Allah Teala onlara sual verəndə o sualı hər kəs eşidəcəkdir. O sualın biabırçılığından, rüsvayçılığından insan elə bir günahlar eləyib. Və o insan cavab verəndə onun cavabını bütün xalaiq, ruusul xalaiq, bütün məxluqatlar eşidəcəkdir. Allah Teala yəni onu örtməyəcəkdir. Günahlarından təmizləməyəcəkdir, bağışlamayacaqdır. Yəni mən onun huzurunda bu saçı namaza qalxacam. Elə bir kəsin huzuruna qalxıram ki, qiyamət günü onun ən şiddətli qəzəbləndiyi gündür. O gün elə qəzəblənmişdir ki, nə bundan öncə bu qədər, nə bundan sonra bu qədər heç vaxt belə qəzəblənməmişdi. Subhanallah, sən fikir ver, qiyaməti vəsf edən ayətlərdə nədənsə Cəbbar kəlməsi gəlmir. Rahman kəlməsi gəlir. Fikir verin. Baxın Ən-Nəbə surəsinə, düzdürmü? Ən-Nəbə surəsində nədir? Ar-Rahman, Rahman gəlir. Yəni, Rahman izin vermədən kimsə danışmayacaq. Fikir verin. Nəyə göstərir? Göstərir ki, baxma ki, onun ən şiddətli qəzəbləndiyi gün o gündür. Səbr etmişdi o günə kimi. وَلَا تَحْسَمَنَّ اللّٰهَ غَافِلًا عَمَّا يَعْمَلُ الظَّالِمُونَ. Zalimlərin nələr törətdiyindən, nələr etdiyindən Allahın qafil olduğunu güman etmə, düşünmə. İnnəmə yuəxxiruhum liyevm. O sadəcə olaraq neyinir? Təxirə salmışdı. İnnəmə yuəxxiruhum liyevmin təşxasu fihil absar. O elə bir günə təxirə salmışdı ki, o gün gözlər bərələcəkdir, tərsinə çevirəcəkdir. Gözün bəbəyi içəri gələcək, ağı üzərə gələcəkdir. Təsəvvür o günün dəhşətindən. O günə salmışdı. Muhti'inə muqni'i ruusihim la yartaddu ileyhim tarfuhum və əfidətum həva. Boyunları bükük olacaqdır. O günün dəhşətindən, qəlb qorxusundan yerindən qopub xirtləyin içinə gələcəkdir. Nəfəs borusunu tutacaqdır. Qəlbin yeri və əfidətum həva, boş qalacaq, hava olacaq. Elə bir dəhşətli gün. وَاَنْذِرْهُمْ يَوْمَ الْآزِفَةِ اِذِ الْقُلُوبُ لَدَى الْحَنَاجِرِ كَاظِمِينَ. Onları ya Muhammed inzar et, qorxut. O gün ki, o gün qəlblər yerindən qopub boğazın içində duracaqdır. وَاَنْذِرْهُمْ يَوْمَ الْآزِفَةِ اِذِ الْقُلُوبُ لَدَى الْحَنَاجِرِ. Həncərə. Qəlb bura gələcək, qorxun dəhşətindən. Təsəvvür qopub gələcək. Yəni normalda bu həyatda olsa, insana heç bir ambulans qutara bilməz də, heç bir həkim klinika. Amma o gün ölüm yoxdur. Ölümü öldürüblər orada. Həyat davam edir. Ona görə bu hadisələrlə, bu ağrıyla, bu sancıyla, bu dəhşətlə həyat davam edir. O gün, bax, onlar namaza gələndə bunu hamısını təsəvvür edirdilər. Bunu hamısını dərk edir, mən bu saçı kimin huzuruna qalxıram. Təəccüblənmə, eyni şey sələflərdən gəlib. Zeynəl Abidin budur. Ali ibn Hüseyin ibn Ali ibn Abi Talib, İmam Əlinin nəvəsi, yəni İmam Hüseynin oğlu, onun da adı Ali idi. Zeynəl Abidin məşhur. Dəstəmaz alanda görərdilər ki, o saralır, rəngi saralır. Və deyir ki, namaza girəndə də Subhanallah rəngi saralardı. Əməlvə saralardı. Bir dəfə soruşdular ki, sən niyə bu halı keçirsən? Bu nə haldır səni görürük? Dedi ki, vay hakum, sizə yazıqlar olsun. Hələm də dərk eləmirsiniz, siz kimin huzuruna durmusunuz? Hələm də dərk eləmirsiniz ki, bu dəstəmaz nədir? Kim üçün hazırlanıb bu? Bir dəfə Zeynəl Abidin ümrəyə də həccə çıxır. Hamı tərbiyə edir. Ləbbeyk Allahumə umratan. Deyirlər, ya imam sən də denən. Dili tutulur, qorxudan dili tutulur. Deyir, ya imam, denən, ləbbeyk Allahumə umratan, yola çıxaq. Hamı dəvənin üzərindədir, miqatdadılar. Deyə bilmir. Deyir, niyə demirsən?
Deyir, hədisdə gəlib ki, ləbbeyk Allahumma deyəndə carçı cavab verər. Lə ləbbeyk və lə sə'deyk. Nə ləbbeykin qəbul olunsun, nə də heç bir zaman xoşbəxt olmayasan. Ya bu gəlir cavabda, ya da ki gəlir ləbbeyk vəl xeyru biyedeyk. İkisindən biri gəlir. Bilmirəm indi hansı mənə gələcək. Deyirlər, ya imam, dinən ləbbeyk Allahumma umratan, təlbiyə baş versin, ümrəyə niyyəti olsun ki, biz yola çıxaq da və məcbur illər deyir, ləbbeyk Allahumma umratan və huşu gedir, dəvədən düşür, təsəvvürlə. Huş gedir. Yəni, onların namaza qarşı, digər ibadətlərə qarşı münasibəti tamam başqa idi. Həmin Hatib ibn Asam rahimehullah deyir ki, oturaram namazgahımda. Deməli, birinci dəstəmaz aldı. Yolda saxladıq, dəstəmaz aldı gözəl şəkildə və gələrəm namazgahımda oturaram. Hətta təcdimi aləyə cəvarihi, ta ki, mənim bütün yəni, bədən üzvlərim, hər bir şeyimi toplayana kimi. Sonra nə deyir? Deyir, və sonra qalxaram, ukebbiru bit-təhqiq. Dəqiq bir şəkildə dəqiq bir şəkildə təkbir edərəm. Nə deməkdir dəqiq bir şəkildə təkbir edərəm? Düzdür, belə bir təkbir sünnədə gəlməyib, nə də belə gəlməyib. Tamam mı? Səhvdir bu. Amma hər halda belə gəlib axı. Düzdürmü? Bəzi qardaşlar nə edir? Təkbiri haqqını vermir, belə edir. Belə təkbir olmur, qardaş. Belə təkbir olmur. Təkbir necə gəlib? Təkbir gəlib ki, əlini içi qibləyə salam verir. Düzdürmü? Bu şəkildə. Düzdürmü? Baxın. Və Çin istiqamətində olur. Allahu Akbar. Düzdürmü? Amma belə eləmək, belə təkbir olur. Deyir ki, və ukebbiru bit-təhqiq. Dost doğru bir şəkildə təkbir gətirərəm. Və bu təkbirim deyir mənim Allaha təslim olmuş bir şəkildə olar. Və deyir ki, və əc'alu əl-kə'bətə beynə hacibeyhi. Deyir, Kəbəni düz iki qaşımın ortasında, gözümün önündə təsəvvür eləyərəm. Namaza girəndə bunu təsəvvür eləyərəm. Vəl cənnətə an yemini. Cənnəti sağımda hiss eləyərəm. Vəl nara an şimali. Və cəhənnəm odunu solumda hiss eləyərəm. Və sıratə tahti. Və sıratə təhti. Və sıratı da ayaqlarımın altında hiss eləyərəm. Sanki sıratın üzərində namaz qılıram. Sanki cənnət sağdan görürəm. Və cəhənnəmi soldan görürəm, Kəbəni də düz önümdə görürəm. وَالْمَلَكَ الْمَوْتِ وَرَأَ الظَّهْرِ أَظُنُّهَا آخِرَ الصَّلَاتِ. Və ölü mələyini kürəyimin arxasında, puskuda gözləyən təsəvvür eləyərəm, sanki mənə axırıncı şans verib, axırıncı namazım kimi gəlib. Və bu şəkildə namaz qılaram, deyir. وَاُرَتِّلُوا بِالتَّرْتِيلِ. Və gözəl bir tərtillə Quran oxuyaram. Və bu mühüm məsələdir, qardaşlar. Quran oxuyanda gözəl səsinizi ki, Allah təala o səsi veribsə, onu istifadə edin. Gözəl bir şəkildə yəni tərtillə oxuyun. Və oxuduğunuz zaman ayetin mənasını da bilin. Təəmmül edin ki, hətta xuşu gəlsin. Çox insan şikayət edir ki, xuşu yoxdur. Təbii xuşu olmayacaq. İnsan Fil surəsini əzbərləyib, amma mənasını əzbərləməyib. Heç olmasa mənasını əzbərlə. Çətin bir şey deyil. Ərəb dilini bilmədin hələ ki, tamam, heç olmasa mənasını əzbərlə. Və o, yəni Fil surəsini oxuyanda onun mənasını düşün. Və deyir ki, və urattilu bit-tərtil. Və tərtil ilə oxuyaram Quranda. Thumma arka'u bit-tavadu. Və Allaha təvazu bir şəkildə rükû eləyərəm. Ya Abdullah, sən bilirsən, sən rükûya gedəndə, bu adi hal deyil. Sən rükûya gedəndə Allah Subhanahu önündə bir təvazükarlıq əlamətidir o. Rükûya getdiyin zaman sənin günahların tökülür. Xəzən yarpağı ağacdan tökülən kimi. Ona görə rükudan belə qopub çıxmağa tələsmə. Tez çıxım, tez qaçım rükudan. Yox. Rükuda qal. Rükuda qal. Rüku əzəmətli ibadətdir. Deyir, thümmə təvadu, thümmə arkəv bit-təvadu. Və sonra deyir, təvazu bir şəkildə rüku edərəm. Thümmə əscudu bit-təxəşşu. Nə deyir imam? Və sonra xuşu içində neyniyərəm? Səcdəyə gedərəm. Və utbi'uhu bil-ixlas. Və bunların hamısını ixlasla edərəm. Thumma la adri al-qubila minna aw la. Ondan sonra bilmirəm bu namaz məndən qəbul olundu, yoxsa olunmadı. Bax, bu sələfin namazı. Bu sələfin namazı. Amma əfsuslar olsun ki, bizdən birimizin namazı necədir? Kəənnəhu cərisun aləl-cəmrə. Sanki közün üzərində oturub. Bu saçı yanacaq. Dözə bilmir. Tez, düzdürmü? Thumma yaqra'u naqarat. Və sonra neynir? Qarğa dimdikləyən kimi dimdikləyir. Qardaş, nə olub? İşim var. Ay qızım, nə olub? İmtihanım var. Ay balam, nə olub? İşdə çatmalıyam. Bu miskin yadından çıxardıb ki,
o iş var, o imtihan var, onların hamısının müvəffəqiyyəti hüzurundan qaçdığının əlindədir. Onların hamısının müvəffəqiyyəti hüzurundan qaçdığının əlindədir. Sən imtihanındakı zehin açlığından tutmuş, sürətlə oxumağın, vaxtın bərəkəti, müvəffəqiyyətin, sən bu sadəcə kimin hüzurundan qaçırsan, elə onun əlindədir. Sən bu sadəcə dolaşır işin var, kimsə orada gözləyir. Onu orada saxlayan var, onu orada qovan var. Bilsən kimdir? Kimin hüzurundan qaçırsan odur. Sən düşünürsən ki, buradan tez qaçım, zikirləri də eləməyim, tez taksi sifariş edeyim, sən yaddan çıxarmırsan ki, hamısı onun əlindədir. Sən ona izzət və cəlalına uyğun bir şəkildə, sayğıyla yanaşsaydın və hətta eyb eləməz, namazda desəydin ki, ya Rab, özün də bilsən tələsirəm. Görüş yerinə gec qaldım, ya Rab, vallahi eyb eləməz, onu da istər. Görəcəksən ki, Allah Teala onu sənin üçün həbs edib orada, saxlayıb, gözləyir. Ya da ki, başına bir iş gəldi, gec çıxdı, səndən də gec gəldi, çatdı. Görəcəksin ki, hər şey sənə görə planlaşdı. Sən elə bir kəsin hüzurundan qaçırsan ki, əsla bütün işlərin açarlarının əlindədir. مَا يَفْتَحِ اللّٰهُ لِلنَّاسِ مِنْ رَحْمَةٍ فَلَا مُمْسِكَ لَهَا وَمَا يُمْسِكْ فَلَا مُرْسِلَ لَهُ إِلَّا مِنْ بَعْدِهِ. Allah Subhanahu teala eşit faydalar versin. Hadi sallallahu ve sellem ve barik ala nebine Muhammed ve ala alihi ve sahbihi ecmaîn.